Bibi bibi can bibi, can sana kurban bibi. Bibi bibi can bibi, can sana kurban bibi. Hela yakıp başına olarsan cavan bibi. Hela yakıp başına olarsan cavan bibi. Bibi bibi can olarsan cavan bibi. Bunlar için kim bibi, sifsifeti kim bibi. Bunlar için kim bibi, sifsifeti kim bibi. Ne dedin ayavara? Dedim göğe kim bibi. Nece ayavara? Dedim göğe kim bibi. Bibi bibi can, bibi bibi can. Dedim göğe kim bibi. Bibi, ad günün mübarek. Anne, kırışma. Mənim üçün nə gətirmisən? Neler getirmemişim senin için ay Bibi. Görsət görüm nə gətirmisən? Hə, uşaqlar, davay Bibiyə bir dənə. Salam Bibi. Bibi, salam. Mamanın sözü var da bizim... Mamanın sözü var bizim adımızdan, Hüseynzadələr ailəsi adından. Mama Bibini təbrik eləyəcək. Öz bibisini. Bayrağı gətirin. Bizim bibimizi. Uşaqların bibisini. Uşaqların bibisini, bizim bacımızı, öz qızını. Hə, mənim əziz balam. Mən ilk öncə səni ad günü münasibəti ilə ürəkdən təbrik edirəm. Mən Tanrıya çox minnətdaram ki, səni mənə hədiyyə verib. Sən mənim arzumsan. Əslində mənim sənə o qədər arzularım var ki, amma istəyirəm ki, Tanrının sənin üçün olan arzularını biləsən. Və bunlar bir həqiqətdir. Mən səni hələ sən anadan olmamış tanıyıram. Bunu sənə Tanrı deyir. Sən mənim nəslimsən. Mən səni dünya yaranmamışdan öncə seçmişəm. Sənin doğuluşun səhv deyildi. Sən heyrətamiz yaradılmısan. Mən səni öz məhəbbətimlə ənamlandırmaq istəyirəm. Çünki sən mənim övladımsan. Sənin əldə etdiyin hər yaxşı şey məndəndir. Mən sənin qayğına qalıb sənə lazım olan hər şeyi verəcəyəm. Sənin gələcəyin üçün olan mənim planım həmişə ümidlə doludur. Mənim sənin üçün arzularım dəniz sahilindəki qumlar qədər saysızdır. Mən sənin heç vaxt yaxşılıq etməkdən doymayacağım. Sən mənim sevincimsən. Çünki sən mənim sərvətimsən. Bütün ürəyim və qəlbimlə səni sevirəm. Mənimlə təsəlli tap. Sənin ürəyinin arzusunu yerinə yetirəcəyəm. Mən sənin üçün təsəvvür edə biləcəyindən daha çox şey edə bilərəm. Mən səni əbədi məhəbbətlə sevirəm və heç bir şey səni mənim məhəbbətimdən ayıra bilməz. Amin. Amin. Mənim gözəl balam. Mən də bu arzulara qoşuluram. Və Tanrıya minnətdaram ki, sən onun əlindəsən, deməli xoşbəxtsən. Mən sənə möhkəm can sağlığı arzulayıram və 20-ci Zəbur 4-cü bənddə yazıldığı kimi deyirəm, qoy ürək səni ürəyinin istəyinə çatdırsın və hər bir niyyətin yerinə yetirsin. Amin. Можешь сказать? Sən çox istəyirəm.
4. Anne, kırışma. Ne getirmişsin benim için?